Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif Azərbaycan dil dəftərindən səhifə 21 və 22-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Qarabağ xanlığı bir tapşırığında deyir ki, söz bağışlasının izahlarına aid olduğu sözləri müəyyən edib crosswordu tamamla. Soldan sağa. Aha, deməli gəlin bunu eləyək. Baxaq. Soldan sağa hökmdar sarayında yüksək vəzifə tutan şəxs bu ikidir. Nə ola bilər? Əyan. Əyan ola bilər. Sonra birə bir dənə birinci baxaq. Yuxarıdan aşağı. Bir şeyin bünövrəsini qoyan, yaradan şəxs. Bani. 3. Ölən adamdan sonra qalan mal, mülk və s. miras. 4. Məcburən uzaq bir yerə köçürmə cəzası sürgün. 5. Dövlət başçısının məskunlaşdığı yer iqamətgah. 6. Toplumda qazanılan hörmət, etibar, nüfuz. B. Mətn məzmununa uyğun olaraq Pənahəli xanla bağlı məlumat vərəqini tamamla. Yaşadığı illər 1693-1763. Mənsub olduğu soy Cavanşirlər soyu. Yaratdığı dövlət Qarabağ xanlığı. Tikdirdiyi qalalar Bayat, Şahbulaq və Şuşa qalası. Əlavə məlumatlar. Pənahəli xan Qarabağda nüfuz qazanmışdı. Xanlığın müdafiəsi üçün güclü qoşun yaradır. Pənahbad adlı gümüş pul yaradır. Keçək səhifə 22-yə. Tapşırığında deyir ki, Pənahəli xan mətnindən seçilmiş cümlələri oxu. Nümunəyə uyğun olaraq hadisələrin keçmiş dövrə aid olduğuna əsaslandır. 1. Bu indi nümunədir oxuduğumuz. 1. Nadir Şah onun arxasınca nə qədər atlı dəstələr göndərsə də Pənahəli xanı tutmaq mümkün olmur. Deməli, yazıb ki, 1. Qədim zamanlarda ölkə başçıları şah adlandırılmış. 2. Keçmiş dövrdə alt əsas nəqliyyat vasitəsi olub. Aha, biz isə indi tamamlamağımız üçün 2-ni verib. 2. Şəhərin ətrafında 2,5 kilometr uzunluqda olan müdafiə divarları tikilmişdir. Qalanın dairəvi bürcləri, mazğalları və 3 darvazası var. Belə yaza bilərik birincidə. 1. Keçmiş zamanlarda qorunmaq üçün müdafiə divarları tikirdilər. 2. Darvaza qədim şəhərlərin, qalaların hasarındakı böyük qapıdır. Və Pənahəli xan mətnindən aldığı məlumatlardan istifadə etməklə xronologiya cədvəlini tamamla. Xronologiya nə idi? Zamanın ardıcıllıqla verilməsinə xronologiya deyilir. Aha. Hadisə. Nadir Şah bir neçə Qarabağ tayfasını sürgün etdirir. Biz tarixi tamamlamalıyıq. Sonra digərində hadisə. Nadir Şah düşmənləri tərəfindən öldürüldü olmalıdır. Tarix 1747. Tarix 1752. Hadisə Pənahəli xan Şuşa şəhərini saldı. Tarix 1763. Pənahəli xan vəfat edir. C. Hüseynqulu xan mətnindən götürdüyün qeydlər əsasında əsərlərin tarixini müəyyən et. Hüseynqulu xan Bakının qala qapısında Sisyanovla görüşdü 1806-cı ildə. Rus ordusu Gəncə xanlığını işğal etdi. 1804-cü ildə Qarabağ Şəki xanlıqları Rus hakimiyyətinə tabe oldu 1805-ci ildə. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.